Assalamualaikum dostlar. Bugün sizə göstərəcəyimiz yeməklər hamısı özümüzə məxsus reseptlə hazırlanır. Yəni mərcimiz kifayət qədər qatı, kifayət qədər dadlıdır. Doğğa yeməyi məsələsində də artıq bir neçə ildir bunu bişiririk. Balonla da satırıq. Burada belə boş qapıda da yeyə bilərsiniz. Lobya şorbası yenidir, amma çox dadlıdır, çox məsləhətdir. Düşbərə məsələsi də artıq 7 ildir ki, biz düşbərə bişiririk. Həm polofabrikat satırıq, həm də burada müştərilər əyləşib yeyə bilirlər. Ondan sonra nar şirəsi, yeni sıxılmış, ayran, nanəli, dovğanı belə də stakanla da içə bilərsiniz və nar şirəsini də stakanla içə bilərsiniz. Bir stakanı cəmi 1 manatdır. Nəzərinizə çatdırım ki, dostlar, sizin dəstəyinizə bugün çox ehtiyacımız var. Sizin dəstəyinizə sadəcə bir like, bir kommentdən ibarətdir ki, bu gözəl yeməklər, gözəl, faydalı məlumatlar daha çox insanın qarşısına çıxsın ki, daha çox insan xəbərdar olsun belə yerin olmasına.